Ana olmaq qəşəngdir. Bilsən necədir? Mənim elə dostlarım var ki, ümumiyyətlə, yəni heç ana olmaq haqqında düşünməyiblər də və olmayıblar da. Və ona görə mən artıq bu mövqe ilə tam heç vaxt deyə bilmərəm ki, hamı ana olmalıdır. Ana olmaq möhtəşəm bir şeydir. Ana olmaq üçün də Resurs lazımdır. resurs lazımdır. Ana olmağı istəməlisən. Kör ana oldum. Hə, bir də ayılırsan 15-20 yaşında ki, uşağın var və sən onun uşaqlıqda heç yanında da olmağa, hə, o da elə analar da çoxdur ki, ona zaman olmayıb, ona işləri olub, ondan onu böyütmək üçün onun yanında olmayıb o valideynlər. Düz deyə uşaqlar böyüyür, heç onu da unudurlar, heç o da yadda qalmır. Amma mən məsəl üçün bir rəfiqəm elə də demişdi ki, mən əgər bütün gün işləyəcəmsə və o uşağın yanında olmayacamsa, heç düşünmürəm ki, onu yəni dünyaya gətirməyə də ehtiyac var. Artıq o qədər də radikal deyirəm, qadın ana olmalıdır, mütləq onun övladı olmalıdır. Hə, istəyirsə, hə, əgər bu ona da həmin o gözəllikləri yaşadırsa, hə, çox gözəl istir. Amma bunu istəməyi, buna söz və qüvvət, resurs xərcləmək lazımdır. Amma ən gözəl resurslardan da biridir bəlkə də.